onda və sənin ölümündən sonra səninlə düşmənçilik eləsə, o münafiqdir. Çünki İmam Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, hətta Peyğəmbər onu qanun olaraq qoymuşdur ki, münafiqi tanımaq istəyirsizsə, baxın, Əli ibn Əbu Talibə əgər qəlbində onun nifrəti varsa, bilin ki, o münafiqdir. Münafiqdir. İndi iş elə yeri gəlib çatıb ki, 2 nəfər, biri getdi Xeybəri fəth elədi, Xeybərin qapısını fəth elədi, zülmün kökünü kəsdi, Tevhidi orada, Allahın dinini təbliğ elədi, Allahın dinini orada sabit elədi. Bir nəfər də gəldi, xanım Zəhra salamullahi əleyhanın qapısına təpiy vurdu, zülmün binasını qoydu. Bir fətihdə Allahın isteği var idi, ama o birisində